Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ve men tebi'ahum bi ihsanin ila yevmiddin. Əmmə ba'd. Deməli, qardaşlar, Uca Allahın müvəffəqiyyəti ilə Qədir gecəsinin fəziləti haqqında biraz danışaq. Həqiqətən, qardaşlar, Qədir gecəsi ən əzəmətli bir gecədir. Çox fəzilətli bir gecədir. Allah Azze və Cəllə bu ümmətə fəzilət olaraq çoxlu savab qazanmaları üçün, əcr qazanmaları üçün Qədir gecəsini bəxş eləyib. Allah Azze və Cəllə Quran-ı Kərimi məhz Qədir gecəsində nazil eləyib. Xaslaşdırıb. Quran-ı Kərimi dünya səmasına Lövh-ül Məhfuzdan Qədir gecəsində nazil eləyib Allah Azze və Cəllə. Daha sonra dünya səmasından Muhammed sallallahu aleyhi və səlləm nazil edilməsi isə 23 il ərzində baş verib. Ona görə biz deyəndə ki, Qədir gecəsində nazil edilib Quran-ı Kərim, Quran-ı Kərim Qədir gecəsində nazil olub, nəyi nəzərdə tuturuq? Yəni, Lövh-ül Məhfuzdan kamil bir şəkildə, tam bir şəkildə dünya səmasında nazil edilməsini. Bu da onun fəzilətinə dəlalət eləyir. Qədir surəsi 1-2 ayələrində Allah Azze və Cəllə buyurur ki, İnnə ənzəlnəhu fi leylətil qadr və mə ədrakə mə leylətul qadr. Biz həqiqətən onu, yəni Quranı, Qədir gecəsində nazil etdik. Sən nə bilirsən ki, deyir, Qədir gecəsi nədir? 1-2 ayələr. Yəni, niyə görə deyir? Yəni, onun əzəmətinə görə, onun fəzilətinin böyüklüyünə görə belə deyir. Yəni, sən nə bilirsən ki, Qədir gecəsi nədir? Sonra digər ayələrdə onu izah eləyir. Buyurur ki, 3-cü və 4-cü ayələrdə Leylətul qadri xayrun min əlfi şəhr. Qədir gecəsi 1000 aydan xeyirlidir. Tənəzzəlul mələikətü və ruhu fiyhə biizni rabbihim min kulli əmr. Həmən gecədə mələklər və ruh nazil olur, yəni Cəbrail. Burada ruh deyəndə Cəbrail nəzər tutulur. Cəbrail mələk öz Rəbbinin izni ilə bütün əmrlərlə, bütün işlərlə nazil olurlar. Mələklər və ruh. Bu da onun fəzilətə dəlalət edir yenə də. Alimlər deyirlər ki, həmən bu Qədir gecəsinin 1000 aydan xeyirli olması o deməkdir ki, Qədir gecəsində edilən əməllər 1000 ayda edilən əməllərdən xeyirlidir. Çünki burada bax, mücərrədən 1000 aya bərabərdir demədi. Dedi ki, 1000 aydan da xeyirlidir. Bax, xayrun min əlfi şəhr. 1000 aydan da xeyirlidir. Daha çoxdur. Nə qədər çoxdur bilmirik. Allah bilir. Amma 1000 aydan çoxdur. 1000 aya bərabər deyil. Bəzən deyirlər ki, Qədir gecəsinin fəziləti haqqında danışanda deyirlər ki, 1000 aya bərabərdir. 1000 aya bərabər demək doğru deyil. Çünki ayədə keçir ki, 1000 aydan da xeyirlidir. Bu da 83 ildən çox eləyir. Deməli, bir gecə 83 ildən də daha fəzilətli olur. Sənin həmən gecədə etdiyin əməllər 83 ildə etdiyin əməllərdən üstün olur. Səbirlə. Sonra buyurur ki, Qədir surəsi 5-ci ayədə Sələmun hiyə həttə mətla'il fəcr. Həmən gecə fəcr doğulana qədər, dan yeri sökülənə qədər bir salamatlıq olur. Və Qədir gecəsinin niyə görə Qədir adlanması məsələsi var? Bu da onun qədrinin, dəyərinin əzəmətli olmasına görədir. Bu birinci məsələ. Və ikinci məsələ Qədir adlanmasının səbəblərindən. Həmən gecə, həmən ildə baş verəcək işlər təqdir olunur. Bir il ərzində olacaq işlər, gələn Qədir gecəsinə kimi. Bir il ərzində olacaq işlər təqdir olunur. Ona görə Qədir adlanıb. Qədir gecəsi adlanıb. Yəni, bax, bütün məsələlər, sağlamlıq, xəstəlik, ölüm, həyat, bədbəxtlik, xoşbəxtlik, kimisə izzətlənməsi, kimisə zəlil olması, kimisə bütün işlər, ümumən, bütün baş verəcək bütün işlər həmən gecə nə edir? Təqdir olunur. Baxın, Allah Azze və Cəllə Duxan surəsində kitabın, yəni Quranın nazil olması haqqında xəbər verir həmçinin. Buyurur ki, Allah Azze və Cəllə Bismillahirrahmanirrahim Həmim Hamim Vəl kitabil mubin. And olsun bu açıq, aydın kitaba, yəni Qurana. Allah Azze və Cəllə Qurana and içir.
İnna enzelnahu fi leyletin mübareke. İnna kunna munzirin. Biz onu mübarək bir gecədə, yəni Qədir gecəsində nazil etdik. Həqiqətən biz xəbərdar edirik. Xəbərdar edənlərik. Fīhə yufraqu kullu əmrin hakim. Hər bir hikmətli iş o gecədə ayırt edilir. Bütün işlər. Qədir gecəsində. Əmran min indinə inna kunna mursilin. Tərəfimizdən vəhy edilən əmr ilə. Həqiqətən elçiləri biz göndəririk. Rahmətən min rabbik innehu huvəs-səmiul alim. Rəbbindən mərhəmət olaraq. Şübhəsiz ki, o eşidəndir, biləndir. Elçilərin göndərilməsi Rəbbimizdən olan bir mərhəmətdir. Bax, görsən. Necə ki, digər ayədə Allah Azə və Cəllə buyurur ki, biz heç bir qövmə elçi göndərmədən əzab vermərik. Allah Azə və Cəllənin məxluqlara, insanlara və cinlərə elçilər göndərməsi, peyğəmbərlər göndərməsi Allah Azə və Cəllənin mərhəmətindəndir. Allah Azə və Cəllənin rəhmindəndir. Bax, gör, necə gözəldir də, qardaş. Həqiqətən Allah Azə və Cəllənin mərhəmətidir. Allah Azə və Cəllə səni yaradıb, başı-başda buraxmayıb. Sənə peyğəmbər göndərib, öz dilində danışan, sən öz cinsindən, insan olaraq yəni. Yəni, mələkdən göndərməyib, cindən göndərməyib və hər hansı bir dənə heyvan göndərməyib. Allah qadirdir hər şey, istəsəydi elə göndərərdi. Amma sənin öz cinsindən göndərib, insan olaraq göndərib ki, həmən elçiləri səni daha yaxşı anlasın, səni daha yaxşı başa salsın, sən onu daha tez qəbul elə və risalət göndərib, şəriət göndərib, Allah Azə və Cəllənin əmrlərini, qadağalarını çatdırıb, Allah haqqında xəbərləri çatdırıb, Allah Azə və Cəllə o risalət vasitəsilə özünü tanıdıb, axirəti xəbər verib, cənnəti xəbər verib, cəhənnəmi xəbər verib və s. Və bu insan üçün böyük bir mərhəmətdir, böyük bir rəhmətdir. Yəni, səni Allah Azə və Cəllə öz başı boşuna buraxmayıb ki, yəni özün tap bunları, özün fikirləş. Ona görə, bax, bu aqlaniyunlar var, yəni ağlı önə sürənlər, ağlı vəhiydən önə keçirənlər. Bax, onların işi, bax, burada batil olması önə çıxır. Əgər elə olsaydı, Allah Azə və Cəllə şəriəti göndərməzdi. Hər kəsə şuur verib, ağıl verib, deyərdi ki, özünüz haqqı tapın. Ağlınıza nə batırsa, ağlınızın kəsdiyini, ağlınızın qəbul etdiyini edin, etmədiyini də etməyin. Və hər kəsin də ağlı müxtəlif olduğuna görə artıq ortaq bir şey olmayacaqdı. Hər kəs bir şey düşünəcəkdi, hər kəs bir cür qavrayacaqdı məsələləri, düzdür? Amma Allah Azə və Cəllə nə edib? Allah Azə və Cəllə rəhmətindəndir ki, bax, insanları öz ağılları ilə baş-başa buraxmayıb. Çünki insan öz ağlına güvənəndir, özünü ağıllı hesab eləyəndir. Allah Azə və Cəllə bunu bilir, yaradan Allahdır. Ona görə onları başı-boşuna buraxmayıb ki, öz başınalıq etməsinlər. Onlara şəriət göndərib, peyğəmbərlik göndərib. Ona görə insan nə etməlidir? Ağlını həmən o şəriətə təslim etməlidir. Allah Azə və Cəllə insana ağlı ona görə verməyib ki, Allahın əmir və qadağalarını o ağlının süzgəcindən keçirsin. Allahın əmir və qadağalarından, Allahın verdiyi xəbərlərdən ağlına batanı qəbul etsin, batmayanı qəbul etməsin. Belə bir məntiqsizlik ola bilər. Təsəvvür elə, Allah Azə və Cəllə insanı yaradıb, insana şuur verib, ağıl verib və eyni zamanda ona risalət göndərib, şəriət göndərib, haramlar, halallar, əmirlər, qadağalar və s. Sonra insan həmən o ağlınla, aciz ağlınla qərar verəcək ki, bu əmirlərdən, qadağalardan hansı doğrudur, hansı yanlışdır. Belə bir şey ola bilər? Yox. Allah Azə və Cəllənin əmirləri də haqdır, qadağalar da haqdır, verdiyi xəbərlər də haqdır. Sadəcə sən ağlın onun üçündür ki, Allah Azə və Cəllə sənə o ağlı ona görə verib ki, sən Allahın bax bu əmirlərini, qadağalarını olduğu kimi tətbiq eləyəsən. Qəbul eləyəsən, əməl eləyəsən. Ona görə görsən, bax, dəlidən mükəlləfiyyətlik qaldırılıb. Əgər bir insanın ağlı yoxdursa, dəlidirsə, Allah Azə və Cəllə onu mükəlləf etməyib. Ona günah yazılmır. Və ya hansısa bir əmirləri yerinə yetirməklə mükəlləf deyil. Amma şuuru verib, kim ki ağlı başındadır, dəli deyil, onun üçün mükəlləfiyyətlik artıq nə olur? Keçərli olur. Deməli, sənin bu ağlın sadəcə Allahın əmr və qadağalarını anlamaq və yerinə yetirmək üçündür. Yoxsa sən ağlının süzgəcindən keçirməməlisən. Təsəvvür ki, Allah Azə və Cəllə deyir ki,
cənnət və əbədi nemətlər içərisində insanlar olacaq və huru inlər və s. və s. və s. İnsan ağlına deyir ki, yox, bu belə ola bilməz. Bu elə bilməz, yox, bu belə deyil. Siz başa düşdüyün kimi deyil. Allah Azə və Cəllə deyir ki, yaradacam, yenidən dirildəcəm və insanların məsəl üçün ömürləri cavan olacaq, bədənləri daha böyük olacaq. Məsələn, insan deyir, yox, elə deyil o, siz onu başa düşmürsünüz. Yenidən yaratmayacaq, sadəcə o ruhlar aləmində və s. olacaq, təzədən bədən. Bu deyil, bunlar hamısını deyənlər var. Nəyə görə deyir? Bunu ağlına görə deyir. Gör, insan yəni öz ağlıyla, başı ilə qalanda, gör həddini nə qədər aşır. Allahın verdiyi xəbərləri belə təksib edir. Allah Azə və Cəllə deyir ki, mən görürəm, eşidirəm. Deyir ki, yox, görmür, eşitmir. Desəm ki, görür, eşidir, məxluqa bəzətmiş olaram. Allah Azə və Cəllə deyir ki, ey iblis, sənə mənim iki əlimlə yaratdığıma səcdə etməyə mane olan nə oldu? Bunlar deyir, yox, iki əl deyil, qüdrətdir. Allahın əli deyil, qüdrətidir və s. və s. inkar edir, yaraşdırmırlar da. Yəni Allahın özü özünə xəbər verdiyi şeyi bunlar Allaha yaraşdırmırlar. Və insan yəni ağlıyla baş-başa qalanda belə olur. Biri də deyir ki, yox, bu mən görmədiyim, hiss eləmədiyim, dərk eləmədiyim bir şeyi mən qəbul eləmərəm. Bu 5 duyğu orqanı yoxdur. Ancaq bunu qəbul elərəm. Görürsən, bu da ağlığın məhsuludur. Ancaq gördüyüm, daddığım, qoxuladığım, eşitdiyim, toxundum, hiss elədim. Ancaq bunlar 5 də. Başqasını qəbul eləmərəm. Bu nəyin məhsuludur, qardaş? Bax, bu fikir hardan çıxıb? Ağıldan çıxıb. İnsanın ağlından, naqis ağlından. Görsən, sən insanları ağlı başına buraxanda, onlar hətta Allah'a da inkar edirlər. Allahın varlığını belə inkar edir. Sən o ağıllı, dırnaq içərisində ağıllı hesab edən insanlar. Ona görə yəni müsəlmanların içərisindən bəziləri ağlı şəriətdən, vəhiydən, nəqildən önə çıxaranlar var. Bunlar bu əməlləri ilə neyirlər? Azğınlığa düşüblər. Əzəmətli bir azğınlığa. Bunun axırı yoxdur yəni. Amma şəriət səndən nə tələb eləyir? Ağlığı şəriətin qoyduğu əmr və qadağalarına təslim etməklə olur. Məsəl üçün, bax, Peyğəmbər sallallahu aleyhi ve sellem səhih hədisdə xəbər verir ki, mələklər gəldilər, onun sinəsini yardılar, ürəyini çıxartdılar, ürəyini də yardılar, içindən qan laxtasını atdılar. Sahabələr nə edir buna? Təslimiyyət göstərdi. Sahabələrdən sonra tabeinlər, atba tabeinlər, ondan sonra 1000 il gələn müsəlmanlar, tövhid əhli buna təslimiyyət göstərdi. Yaxşı, bu indi özünü ağıllı hesablayanlardan biri 500 il qabaq bu hədisi oxuyanda nə deyəcəkdi? Belə şey ola bilməz. Mümkün deyil. Bu ölümdür, açıq aydın ölümdür. Belə bir şey ola bilməz. Burada gerçək bir ürək yarmasından getməz söhbət. Ola bilməz. Burada nəsə mənəvi bir şeydir. Çünki deyir, bu ölümdür. Sən nə danışsan? Bu ölümdür. Yəni, bu insanın ürəyini yar çıxart. Elə bir şey tarixdə görünməyib baxı. Yəni, əvvəlki illərə görə deyirəm, ha. Yəni, 500 il əvvəl, 300 il əvvəl, 200 il əvvəl belə bir şey 100%lıq bir ölüm idi. Düzdür? Və həmən vaxtdakı əgər insanlar ağıllarını önə çıxartsaydılar şəriətdən ki, ancaq ağlımızın qəbul etdiyi bir şeylər, məntiqlə, təcrübə ilə və s. qəbul olunan bir şeylərdən başqası reallıq olamaz desəydilər, onda bu hədisi inkar eləyərdi. Amma təslimiyyət göstərəndə dedilər ki, bunu Peyğəmbər deyirsə, deməli düzdür. Düzdür? O öz nəfsi istəyəndən danışmır. Onun danışdığı ancaq vəhid. Və indi amma, bax, bugün artıq insanlar bunun gözü ilə müşahidə edirlər ki, insanı yatızdırırlar əməliyyat stoluna, ürəyini çıxarırlar, qoyurlar, hətta yerinə başqa bir ürək qoyurlar və yaxud da ki, bu ürəyi çıxardırlar kənarda, ürəyi damarlarını aparatlara qoşurlar, ürəyi bədəndən kənarda əməliyyat edirlər, ona nəsə əlavə calayırlar və ya artıqları götürürlər və s. Nəsə əməliyyatlar edirlər ürəyin üzərində, qıraqda, bədəndən qıraqda. Kəsirlər, içini açırlar və s. Əgər o ürək qaytarıb təzədən bədənə qoymağa yararlıdırsa, qaytarlar həmən bədənə qoyurlar. Yox, yaramırsa təmiz, tamamilə başqa bir ürək bədənə qoyurlar. Sonra bağlar, insan durur, yaşayır. Gördün? Deməli, sənin bugün ağlın kəsməyən bir şeylər, ağlınla sən heç cürə məntiqlə izah eləyə bilmədiyin şeylər ola bilər ki, nə vaxtsa insanlar üçün bu çox adi bir şey olsun. Çox adi bir şey olsun. Ona görə sən bunu inkar mı eləyəsən? Sən ağlın yəni bu şeylərə qiymət vermək üçün deyil. Allah Azə və Cəllə sənə ağlı ona görə verməyib ki, Quranda olan xəbərləri, Peyğəmbərin verdiyi xəbərləri təsdiq və ya inkar eləyəsən. Xeyr, sənə verilib ki, sadəcə təsdiq eləyəsən. Sadəcə təsdiq eləyəsən.
hikmətini, səbəbini başa düşdüyün şeyi, əlhəmdülillah, nə gözəl. Sən daha da imanını artıracaq, bəzi hikmətləri biləcəksən, səbəbləri biləcəksən. Bilmədiyinə də sadəcə təslimiyyət göstərsən. Ki, deməli bu, Allah xəbər verirsə, Allah məndən də elmlidir, məni də yaradan Allahdır, bu xəbər də verən Allahdır, deməli bu gerçəklikdir. Sən təslim olmaqdan başqa bir çıxış yolun yoxdur. Çünki əgər inkar eləsən, sən özünü nə eləmiş olursan, şəriəti göndərəndən ağıllı hesab etmiş olursan. Sən özünü Peyğəmbərdən ağıllı hesab etmiş olursan, üstün görmüş olursan. Allah qorusun, insan bununla küfrə də düşə bilir. Ona görə Əli radiyallahu anhdan gözəl söz var. Deyir, şəriət ağla görə deyil, ağıl şəriətə görədir. Əgər ağla görə olsaydı, xofların altından məhz çəkərdik, üstündən yox. Aleykümselam. Xofların üstündən çəkməzdik məhsidir, altından çəkər. Çünki batan yeri altıdır. Amma şəriət sənə xofun üstündən məhz çəkməyə əmr eləyib. Dərs namazan, düzdür? Gör necə bax, kim deyib bu sözü? Səhabə. Görsən, səhabə o vaxtların insanların işləri, yəqin ki, o vaxtda da bəzi insanlar olub ki, özlərini ağıllı hesab eləyənlər. Ona görə Əli radiyallahu anh onları başa salıb ki, elə deyil. Yəni, ağılla deyil. O demək deyil, sən ağılsızlıq elə. Yox, ağılsızlıq nədir? Şəriətin gətirdiyi, Allahın qoyduğu əmr qadağaları bir tərəfə qoyub öz ağılla getmək. Ağılsızlıq odur. Amma ağıllılıq nədir? Səni yaradanın əmrini, xəbərini təsdiqləməklə, qadağasından çəkinməklə olur. Allah azə və cəllə isə zinada sizin üçün pislik var, zərər var, deməli zərər var. İçkidə, qumarda sizin üçün zərər var, zərər var. Faizə zərər var, zərər var deməli. Sənin xeyrivədir bu. Və ya əmirlər, digərlər sənin xeyrivədir. Və ya haramlar çəkinməyin, yəni sənin xeyrivədir. Etsən sənin zərərvə olacaq. Deməli, qardaşlar, bizim bu məsələmiz bayaqdan nə haqqında danışırdıq? Qədir gecəsi haqqında danışırdıq. Düzdür, Qədir gecəsinin fəziləti haqqında. Və Qədir gecəsinin fəziləti haqqında Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "Mən qama leylatal qadr imanan və ihtisaban, ğufira lahu ma taqaddama min zənbi." Kim Qədir gecəsini imanla və əcrini Allahdan umaraq ibadətə qalxarsa, onun keçmiş günahları bağışlanar. Onun keçmiş günahları bağışlanar. Görün qardaşlar, necə bir əzəmətli bir fəzilət var buna. Burada da mən qamə kəlməsinə gəldikdə kim durarsa, yəni bu necə durur insan? Birincisi bax imanla. Yəni Allaha imanla, onun rəsuluna imanla, onun rəsulunu təsdiqləməklə, onun xəbərlərini təsdiqləməklə bu gecə belə bir fəzilətli gecədir. Yəni insan o Qədir gecəsinə ibadətə qalxarkən onun fəzilətinə iman eləyərək qalxmalıdır ki, həqiqətən bu ay, həqiqətən bu gecə 1000 aydan xeyirlidir. 83 ildən xeyirlidir. Və eyni zamanda ihtisabən, yəni əcr umaraq, Allahdan əcr umaraq, savab umaraq durmalıdır. Həmən gecənin o mükafatını, əcrini ummalıdır. Və ixlasla durmalıdır. Allahın üzü xatirinə, riya ilə deyir. Belə eləyərsə insan artıq durandan sonra da istəyər Quran oxuyar, istəyər namaz qılar, istəyər zikr eləyər. Bunlar hamısı nədir? İbadətdən. İstər təfəkkür eləyər, tədəbbür eləyər, Allahı düşünər, Allahın yaratdıqlarını düşünər. Bunlar hamısı yəni həmən o Qədir gecəsini ihya etməyə daxildir. Belə edərsə, Allah Azze və Cəllə onun keçmiş günahlarını bağışlayar. Hansı günahları? Kiçik günahları. Keçmiş, amma kiçik günahları. Çünki bizim əlimizdə səhih dəlillər var ki, Peyğəmbər sallallahu əleyhi və səlləmdən yəni böyük günahlar üçün xüsusi tövbə lazımdır. Və bu kiçik günahların bağışlanması üçün bax belə Ramazan orucudur, cümədən cüməədir, gündə 5 vaxt namazdır, Qədir gecəsidir, təravih namazlarıdır. Bunlar kiçik günahların bağışlanmasına səbəbdir. Bütün hamısının özdə. Amma şərt nədir? Sən böyük günahlardan çəkinəsən. Böyük günahlardan çəkinildiyi təqdirdə. Çünki açıq-aydın hədis var. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "Es-salavatul xams vel-cum'atu ila cum'a və Ramazan ila Ramazan vel-umratu ila umra kəffaratun limə beynəhumə." Bunlar 5 vaxt namaz, cümədən cüməyə, Ramazandan Ramazana, ümrədən ümrəyə, ikisi arasında olan günahlara kəffarədir. İdə ictunibətil kəbair. Sonda bax şərti deyir. Böyük günahlardan çəkinildiyi təqdirdə. Yəni sən böyük günahlardan çəkin və etmisənsə Allah qorusun, tövbə et və digər kiçik günahları Allah Azze və Cəllə bax bu cür fəzilətli əməllərlə bağışlayır. Allah Azze və Cəllə bizləri də bağışlanmış qullarından etsin. Allah Azze və Cəllə bizləri
Qədir gecəsinə çatdırsın. Qədir gecəsində durmağa, ibadət etməyə Allah Azə və Cəllə bizləri müvəffəq eləsin. Hələ biz bilmirik içimizdən kimsə 80 il yaşayacaq yoxsa yox. Amma o bir gecə 83 ildən əfsəldir. Həmən o bir gecədə etdiyin əməl sənin üçün bir ömürdə etdiyin əməldən üstün olur. Ona görə həmən gecəni qaçırtmamaq lazımdır. Həmən gecəni gözəl bir şəkildə salih əməllərlə durmağa çalışmaq lazımdır.